Salam dəyərli şagirdlər, mən MHM Tədris Mərkəzinin Rus dili müəllimi Günel Məmmədova. Bugün sizə essedə lazım olacaq cümlələr, nəyi istifadə edə bilərsiniz ki, ən azı hansısa bir bal hissəsi sizə gəlsin, onun haqqında danışmaq istəyirəm. Demək ki, uşaqlar bildiyiniz kimi, orada 3 cümlədən az olmayaraq bir esse siz yazmalısınız, amma o demək deyil ki, siz ancaq 3 cümlə yazmalısınız və bununla da kifayətlənirsiniz, yəni arqument gətirmirsiniz, heç bir səbəbi açıqlamırsınız, əgər soruşursa, sualda belə bir şey varsa. Yəni bu sizin fikriniz tamamlanmamış olur. Siz 5, 7, bəlkə bu civarda olan cümlələrdən də istifadə edə bilərsiniz. Bu yəni sizdən asılıdır. Əsas odur ki, fikriniz bitmiş olsun, bu bir. İkincisi də fikir tam sualı əhatə eləsin, sualdan kənar çıxmasın. Məsələn, əgər sizin sevdiyiniz idman növündən söhbət getmir, sadəcə hansı idman növləri məşhurdur Azərbaycanda, yaxud hansı filmlər dünyada məşhurdur və s. belə bir şey soruşursa, demək siz sevdiyiniz film və sevdiyiniz idman haqqında danışmalı deyilsiniz uşaqlar. Çünki artıq mövzudan kənar getmiş olursunuz. Demək ki, tutalım ki, nəyinsə böyük rolu barəsində bir sual verir uşaqlar. Nəyinsə böyük rolu var. Aha, buna da mütləq baxırıq. Məsələn, musiqi necə bir rol oynayır? Və siz şablon olaraq bu cümlədən başlaya bilərsiniz ki, muzika играет важную роль в нашей жизни. Важную роль в нашей жизни. Birinci cümlə olaraq onu yaza bilərsiniz. Ola bilər muzika deyil, ola bilər kitablardır. Onda artıq iqra yutulacaq çünki cəmdədir. Yoxsa, məsələn, internetdən söhbət gedir. Yoxsa, məsələn, teatrdan söhbət gedir. Filmlərdən söhbət gedir. Eyni bir şey yaza bilərsiniz. Şablon cümlə olaraq iqrayet важный rol yaza bilərsiniz. Yaxud особый rol, xüsusi rol oynayır. Müəyyən rol oynayır. Определенную yaza bilərsiniz. Yəni ilk cümlə olaraq baxır sizin bu hansı mövzu verilib orada, ondan asılıdır. Əlbəttə ki, əgər bir aktual bir şeydən danışırsa, deyə bilərsiniz ki, məsələn elə musiqidən danışaq. Сегодня или данный вопрос очень актуален. Yəni bu sual çox aktualdır. Данный вопрос очень aktualный. Belə, bu formada da yaza bilərsiniz. Əlbəttə ki, sizdən, yəni sualın özündə verilirsə, как вы думаете və s. belə bir şey verilirsə, sualın özündə uşaqlar, onda siz nəyə baxırsınız? Как вы считаете deyir və как вы считаете deyirsə, siz cavab olaraq da onu yaza bilərsiniz. Yəni, məsələn, я считаю və davam edirsiniz. Yaxud, как вы думаете-lə, я думаю, ola bilər sualda da yoxdur, siz buna da verə bilərsiniz. Yəni, mən düşünürəm, mən hesab edirəm, yaxud yaza bilərsiniz, мне кажется, yəni mənə elə gəlir ki, по моему мнению ola bilər, по моему мнению, bu da mənim fikrimə görə. Yaxud, elə играет важную роль da bundan sonra deyə bilərsiniz. Это вопрос очень важный, этот вопрос очень важный deyə bilərsiniz. Это очень нужно, это надо знать, belə. Yaxud kitabdan deyir ki, я считаю, что все должны читать книгу. Ümumi fikrinizi deyirsiniz ki, hər kəs kitabları oxumalıdır. Belə. Və hər hansı bir səbəbi açıqlayacaqsınızsa, əzizlərim, hər hansı bir səbəbi açıqlayacaqsınızsa, onda sizə nə lazım olacaq? Mən sizə bunu bildirim. Hər hansı bir səbəb açıqlayacaqsınızsa, deyə bilərsiniz ki, məsəl üçün, birincisi buna görə. Tutalım ki, kitabların rolunu. Во-первых, расширяет наш кругозор deyə bilərsiniz. Расширяет кругозор. Yəni, dünya görüşümüzü genişləndirir ya da увеличивает наши знания, biliklərimizi artırır deyə bilərsiniz. Sonra ikincisi, во-вторых. Yəni, 2 dənə arqument əslində gətirsəz, kifayət edər. Bunu yaza bilərsiniz. Sonra, əgər hər hansı bir nəsə bir misal göstərmək istəyirsinizsə, например, məsəl üçün deyə bilərsiniz ki, мне нравятся разные жанры фильмов.
Yəni fərqli janrlar. Deyirsiniz, например, boyevik, fantastika, fantezi və s. Yəni, например, məsələn kimi götürə bilərsiniz. Yox, daha uzun istəyirsinizsə məsələni misal üçün təqdim edə bilərik, misal üçün göstərə bilərik. Onda yazırsınız в качестве примера можем ya взять deyə bilərsiniz, ya da привести deyə bilərsiniz. Misal kimi, yəni nəyə göstərmək istəyiriksə bunu. Daha sonra uşaqlar siz nəyə fikir verməz? Ola bilər ki, кроме того da istifadə edə bilərsiniz, yəni bundan əlavə, yaxud deyə bilərsiniz, еще можно добавить ki, hər dəfə təkrarçılıq olmasın, еще можно добавить, yəni əlavə etmək olar, дополнить, tamamlamaq olar və s. Yox, əgər siz səbəbi göstərirsinizsə, məsəl üçün, mой любимый muzikальный жанр, то есть, или я люблю классическую музыку. Səbəbi göstərirsiniz, arqument gətirirsiniz. Bu zaman siz bu bağlayıcılardan istifadə edəcəksiniz. Потому что, yaxud mən bərabər işarəsi yazıram, yəni потому что ilə так как əslində eyni şeydir. Yaxud так как. Yaxud səbəbi burada əvvəldə qeyd edirsinizsə, siz burada поэтому yaza bilərsiniz. Hətta bunu nəticədə də yaza bilərsiniz. Поэтому все должны читать книги. Поэтому музыка играет основную часть нашей жизни. Bir də uşaqlar, важный roldan, məsəl üçün, həyatımızın bir hissəsindən də başlaya bilərsiniz elə cümləni. Bu zaman siz nələri götürəcəksiniz? Onu qeyd eləyək. Onda deyirsiniz, является частью нашей жизни. Нашей жизни. Yəni, həyatımızın hissəsidir. Belə, bu cürə yaza bilərsiniz. Sonra uşaqlar, keçək digərlərinə. Deməli, bu da əsas bir məsələlərdir ki, siz bunu mütləq şəkildə bilməlisiniz, diqqət yetirməlisiniz bunlara. Baxırıq növbətiyə. Tak, sonra. Deməli, sonra bizdə lazım olacaq nə, əzizlərim? Demək ki, məsələn, başqa bir nəyi siz qeyd edə bilərsiniz. Məsələn, başqa bir mövzudur və demək istəyirsiniz ki, mən fikirləşirəm ki, bu çox maraqlıdır. Я думаю, что это интересно. Ya da что это очень интересная тема deyə bilərsiniz. Очень интересная тема. Başlıq olaraq bu cümləni, yəni girişdə bu cümləni istifadə edə bilərsiniz. Çünki bilirik ki, giriş var, əsas hissə var və nəticə var. Və yaxud idmandan söhbət gedir. İdman mühüm rol oynayır və yaxud deyə bilərsiniz, полезен, sport полезен для нашего здоровья. Для нашего здоровья. Yəni, sağlamlıq üçün vacibdir. Sonra, bir çox insanlar idmanla məşğuldur. Baxın, idmanla məşğuldur. Məsəl üçün, heç kitab oxumaqla deyək. Многие люди занимаются спортом. Deyə bilərsiniz, регулярно занимаются спортом. Регулярно, yəni davamlı olaraq. Регулярно занимаются спортом. Bu cürə də yaza bilərsiniz. Yəni, yaxud musiqi ilə многие люди любят слушать музыку. Или же многие люди любят заниматься спортом. Многие люди читают книги. Baxın, bir çox insanlar bu başlıq cümləsi olaraq girişdə yaza bilərsiniz. Yəni. Sonra siz nəyi qeyd edə bilərsiniz? Məsəl üçün, əgər söhbət nəticədən gedirsə, uşaqlar, söhbət nəticədən gedirsə, məsələn, nəticə. Siz bunu yaza bilərsiniz. Məsəl üçün, beləliklə itak yaza bilərsiniz. Sonra таким образом nəticədə yaza bilərsiniz. Таким образом. Və hətta в итоге də yaza bilərsiniz.
В конце стоит отметить daha uzun olacaq, qeyd eləmək lazımdır sonda. В конце стоит отметить və s. Məsələn, bir də ki, nəyi istifadə edə bilərsiniz? Tutalım ki, uşaqlar, sizə deyir ki, hansı ölkəyə getmək istəyirsiniz, hansı şəhərdə olmaq istəyirsiniz. Onda bunlardan da istifadə edə bilərsiniz. Əslində, sizə qeyd edeyim, deyim. Məsələn, deyə bilərsiniz ki, həm də sualda da özü deyir ki, хотели бы, elə burada deyir, ya хотела бы, əgər bizdə qadın cinsidir, yox, kişi cinsidirsə, o da хотел. Məsəl üçün, побывать в Италии. Я хотела бы побывать в Италии. Это моя mечta с детства. Əslində bunu da artıra bilərsiniz. Fərqi yoxdur. Siz orada İtaliya yazmadınız. Nə bilim, başqa bir ölkə adı yazdınız. Mənim uşaqlıq arzumdur, uşaqlıq xəyalımdır. Yaza bilərsiniz. Вот. Bu cürə əlavə eləyə bilərsiniz. Bir də uşaqlar, məsələn, mühüm rol oynayırdan başqa yaza bilərsiniz. Böyük təsiri var, məsəl üçün, bizim həyatımıza. Onda оказывает влияние deyə bilərsiniz. Оказывает влияние. Оказывает влияние. Yox, bizim həyatımıza demək istəyirsinizsə, оказывает на нашу жизнь deyirik, əgər bizim həyatımıza. Yox, sadəcə insana təsir eləyir. Onda на человека deyirik. На человека. Əgər insana təsir eləyirsə, на человека deyirik. Yox, sadəcə bizim həyatımıza təsir eləyirsə, onda на нашу жизнь deyirik. Əgər nəyisə müsbət tərəfləri varsa, onda deyirik ki, положительное влияние. Yəni, müsbət təsiri var. Yaxud, burada yaza bilərsiniz, хорошее влияние. Əgər mənfi bir təsirlə danışırsınızsa, əlbəttə ki, o zaman yaza bilərsiniz отрицательное. Отрицательное. Yaxud плохое. Нехорошее. Və s. Bir də влияние əvəzinə, məsələn, siz воздействие də deyə bilərsiniz. Yəni, воздействие də yaza bilərsiniz. Воздействие. Bu da təsir deməkdir. Bunu da əlbəttə ki, yaza bilərsiniz. Sonra, hansı sözlərdən bayaq dedim ki, istifadə edə bilərsiniz? Uşaqlar. Demək ki, baxın, vacib, важно sözündən istifadə edə bilərsiniz. Sonra, maraqlı, interesli sözündən istifadə edə bilərsiniz. Bu sizə lazım olacaq. Faydalı, полезно sözündən istifadə edə bilərsiniz. Sonra, kömək eləyir. Məsəl üçün, bu həyatımıza kömək eləyir və s. Помогает. Sonra, insanı inkişaf elətdirir. Развивает человека. İnsanı inkişaf etdirir. Bəli. Bunlardan da əlbəttə ki, istifadə edə bilərsiniz. Yəni, yazanda o sizə kömək olacaq. Bir də ki, məsələn, mənim xoşuma gəlir, mən bunu sevirəm, bunları da yazmaq istəsəz, o zaman я люблю, daha sonra bizdə infinitiv, yəni məsdər formada bir feil gələcək. Yaxud мне нравится götürəcəksiniz. Мне нравится. Əgər belə bir sual varsa və sizdən soruşur ki, yəni bu xoşunuza gəlir ya yox. Bu cürə əlbəttə ki, götürə bilərsiniz. Bir də əlavə olaraq siz məsələn bunları da götürə bilərsiniz. Məsələn, siz nəyisə qarşılaşdırırsınız, nəyisə belə göstərmək istəyirsiniz. Məsələn, bir tərəfdən belə, digər tərəfdən belə. Onda siz bunlardan istifadə edə bilərsiniz. С одной стороны. Məsələn, bir tərəfdən mənfi cəhətləri var. Fərq yoxdur, hansı mövzunu soruşur. Digər tərəfdən isə olacaq с другой стороны. С другой стороны. Sonra buna baxmayaraq yaza bilərsiniz. Несмотря на это.
Məsələn, internetin pluslarından, minuslarından danışır. Deyir, buna baxmayaraq müsbət cəhətləri də var və s. Bunu da yaza bilərsiniz. Bir də ki, uşaqlar nəyisə qarşılaşdırmasını göstərmək istəyirsinizsə, məsələn, no da yaza bilərsiniz. Bir də nəyə fikir verin? Məsələn, hər hansı bir vacib bir məsələdir və deyirik ki, şübhəsiz ki, bu çox vacibdir. Əlbəttə ki, çox vacibdir. Bu şübhəsiz və s. Məsələn, yaza bilərik. Nесомненно. Bunlar elə demək olar ki, eyni məna verir. Безусловно. Безусловно. Yaxud без сомнений yaza bilərsiniz. Yəni, bunların hamısına yazmağa ehtiyac yoxdur. Sadəcə seçim verim ki, bunlardan birini istifadə edə bilərsiniz. Yaxud əlbəttə deyə bilərsiniz. Конечно. Məsəl üçün deyir, как вы считаете, спорт полезен ли для здоровья? Deyirsiniz, конечно. Я считаю, что спорт полезен для здоровья. Belə yaza bilərsiniz. Yəni, sırf nədənsə əminsinizsə, əlbəttə ki, yazmaq olur. Bunlardan da istifadə edə bilərsiniz. Yaxud, несмотря на то, что əvəzinə baxmayaraq, хотя da istifadə edə bilərsiniz. Bunu da götürə bilərsiniz. Sonra və также əvəzinə də тоже yaza bilərsiniz, əgər həmçinin mənasında götürmək istəyirsinizsə. Bu, yəni qısa məlumatlar idi. Uşaqlar, sizdə SC-də lazım olacaq bir məlumatlar idi. Əlavə sualınız olsa, yenə şərh bölməsində yaza bilərsiniz. Hər kəsə uğurlar arzulayıram sabahki imtahanda.